Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə Müsibət Fəxrəddin əsərində əsas qeydləri deyəcəm. Çotan nə bilir, qayış nə çəkir? Bu məsəl kimin dilindən səsləndirilib? Bəli, Cahangir bəyin dilindən səsləndirilib. Bir gül ilə bahar olmaz. Bəs bu kimin dilindən səsləndirilib? Bəli, Fəxrəddin bəyin dilindən səsləndirilib. Fəxrəddin bəy öləndə son arzusu nə olur? İntiqamı yığışdırmaq. Bəs bu başqa hansı əsərdə vardı? Bəli, ana faciəsində Qanpolad da son vəsiyyət eləyir ki, artıq qan, qisas alınmasın. Fəxrəddinin ikinci bir vəsiyyəti məni öz bağımda dəfn edin deyir. Bəs bu harda var idi başqa? Bəli, Azad hekayəsində Azad da harda dəfn olunmasını deyirdi. Deyir məni uca dağın zirvəsində dəfn edin və mən oradan bütün torpağımı, vətənimi görüm. Hətta bu gün var ki, əsrə bərabər Qazankap ölümündə də harada bastırılmasının yerini demişdi. Burada mollalar uşaqlarla uşaq kimi oynayırdı. Başqa hansı əsərdə vardı? Bəli, Heydər Babaya Salam əsərində də axundlar uşaqlarla aşıq oynayırdı, oyun oynayırdı. Rüstəm bəy burada özünü Rüstəm İzala bənzədir və düşmənlərdən biri də Koroğlunu Rüstəm İzala bənzətmişdi. Sağ olun, salamat qalın.